Salam, hər vaxtınız xeyirli olsun əziz şagirdlər. Bu gün sizinlə biz 2025-ci ildə nəşr olunan toplu kitabının ikinci hissəsindən Verbs and Non-Infinitive Forms of the Verbs e, testinin izahlarına baxırıq. Birinci testə baxırıq. Birinci testdə gördüyümüz kimi make burada bizə deyir ki, özündən sonra heç bir şəkilçi qəbul etməyəcək. B variantı düzgün cavabımızdır. Bilirsiniz ki, bizim məsəl üçün let və make feillərimiz var idi ki, make amma məcbur etmək mənasında, düzəltmək mənasında yox. Let və make feillərindən sonra feil, ondan sonra gələn kompleks obyektin tərkibindədirsə, heç bir şəkilçi qəbul etməyəcək. Nə ing şəkilçisi, nə də ki, to şəkilçisi qəbul etməyəcək. Baxırıq ki, burada yenə make gəlibdir və boş olmalıdır adi formada D variantı. Burada uşaqlar baxıb deyirsiniz ki, burada tried var. Məsələn, burada tried olduğu üçün keçmiş zamana adətən uşaqlar götürülür. C variantı götürülür. Xeyr. Bu kompleks obyektin içində olan feillər, yəni tamamlıq heç bir zamana, şəxsə, heç bir şeyə görə uyğunlaşma eləyə bilmirlər. Yəni qayda olaraq 8 dənə feildir, onu əzbərləyirik. Bir də 1-2 dənə feil var. Avoid, feel like, enjoy, onlardan sonra ing-nin işlənməsidir. Deməli, düzgün cavabımız burada oldu. D variantı. Üçüncü testə baxıram. Advise özündən sonra to qəbul edir. A variantı. Expect özündən sonra to qəbul edir. Expect özündən sonra deməli to. Amma belə bir şey var ki, əgər burada expect, onun, expectdən sonraki her, onun deyə tərcümə olsaydı, onda ing olaraq istifadə edərdik. Sadəcə olaraq burada ona deyə tərcümə olunduğu üçün, onu ona deyə tərcümə olunanda biz orada to istifadə edirik. Çünki bilirik ki, yəliklərdir, my'dır, his'dir, her'dir, hətta apostrofes olan yəliklər olanda biz bilirik ki, uşaqlar biz onda ing istifadə edirik və o da gerund adlanır. Yenə expect var, deməli to ilə götürəcəm. E variantı düzgün cavabımızdır. 6-cı testlə davam edirəm. Ask var, to ilə götürəcəm. C variantı. Yenə uşaqlar ask var, to ilə götürəcəm. E variantı. Expect var, to ilə götürəcəm. E variantı. Let sadə formada istəyir, heç bir şəkilçi qəbul etməyəcək. B variantı. Yenə let heç bir şəkilçi qəbul etməyəcək. A variantı. 11-ci testə baxırıq. Allow to qəbul edir. C variantı. Make heç bir şəkilçi qəbul etmir. B variantı. Made məcbur etmək mənasındadır. Ona görə D variantı düzgün cavabımızdır ki, heç bir şəkilçi qəbul etməyəcək. Ask to qəbul etməlidir. D variantı. 15-ci testə baxırıq. Made heç bir şəkilçi qəbul etməyəcək. Discuss D variantı. Ask to qəbul edəcək. E variantı. Ask yenə to qəbul edəcək. B variantı. Wanted hər zaman və hər zaman want to ilə istifadə edir. D variantı. Want yenə to ilə olacaq. A variantı. 20-ci testə baxırıq. Yenə wants to ilə olacaq. D variantı. Mother. Baxıram ki, burada feili veribdir və gerisini özüm seçməliyim. Elə bir şey seçməliyik ki, to şəkilçisi qəbul etməməlidir. Görürsünüz, burada fail do təkdir, heç bir şəkilçi yoxdur. Nə doingdir, nə də to do'dur. Deməli, order to qəbul edir, ask to qəbul edir, want to qəbul edir, told getdi. Düzgün cavabımız E variantıdır. Davam edirik 22-ci testdə. Let heç bir şəkilçi qəbul etməyəcək. C variantı. Ask to qəbul edəcək. A variantı. Advise to qəbul edəcək. A variantı. Promise to qəbul edəcək. B variantı. Ask to qəbul edəcək. A variantı. Promise to qəbul edəcək. 27-də A variantı. 28-də encourage to qəbul edəcək. C variantı. Ümumiyyətlə sifətlərdən sonra da gəldi, sıra sayından sonra gəldi, sifətin üstünlük dərəcəsi gördüksə to qəbul edirik. Enough gördüksə enoughdan sonra məsələn to qəbul edəcək. To gördüksə to qəbul edəcək. Bunlara diqqət etmək lazımdır. Hər biri indi çıxacaq. Advice gördük, çox rahat gedirik. E variantı. Made gördük, sadə bir formada. D variantı. 31-ci testə baxırıq. Wanted to qəbul etməlidir. E variantı. Ask to qəbul etməlidir. A variantı. Çox rahatdır uşaqlar. Əslində çox rahatdır. Ask to qəbul edir. E variantı. Ask yenə to qəbul edir. E variantı. Made to qəbul etməyəcək. C variantı düzgün cavabımızdır. Davam edirik 36-cı testdən. Expect to qəbul edəcək. D variantı. Advise to qəbul edəcək. D variantı. Sonra tried
to da qəbul eləyə bilər. Tried ing də qəbul eləsə, yəni bizdə düzgündür. Sadəcə olaraq məna fərqləri var. Deməli, burada try to E variantı düzgün cavabımızdır. Sonra made heç bir şəkildə qəbul etmir A variantı. Allow to qəbul edir B variantı. Ask to qəbul edir C variantı. Ask to qəbul edir hardadır A variantı. 42-də yenə ask to qəbul edəcək C variantı. 44-də baxırıq, expect to qəbul edəcək E variantı, allow to qəbul edəcək A variantı, ask to qəbul edəcək hardadır B variantı, 47-yə baxırıq, wanted to qəbul edəcək B variantı, expect to qəbul edəcək A variantı, asked yenə to qəbul edəcək C variantı, wanted to qəbul edəcək C variantı, uşaqlar asked to qəbul edəcək B variantı, expect to qəbul edəcək D variantı, sonra allow to qəbul edəcək A variantı, davam edirik uşaqlar. 54-cü testə baxırıq, yenə permit to qəbul edəcək B variantı, 55 expect back-dan yenə çıxır, eyni feillərdir A variantı. İndi bizdən irregular verbsləri istəyir, yəni qaydasız feillər istəyir. Qaydasız feillər hardadır? Gəlin indi baxaq. Play, played olur, ona görə getdim. Decide, decided olur. Invite, invited olur. Clean, cleaned olur. Həm də danced, stayed. Bunların hər biri qaydalıdır. Deməli, sonra fixed olur, fixed olur. Amma D variantında hər biri qaydasız feillərdir. Yenə bizdən qaydasız feilləri istəyir. Burada qaydalı feilləri istəyir. Yuxarıda qaydasız feilləri istəyirdi. İndi qaydalı feilləri istəyir. Buy, bought, begin, began, sonra swim, swam, sit, sat, C variantı, amma düzgün cavabımızdır ki, hamısı idi şəkilçisi qəbul etməklə düzəlir. 58-ci testə baxırıq, burada da yenə qaydasız feilləri istəyir, yəni idi olmayanları istəyir. Deməli, leave it, gözümə girir, listen it, repair it, wash it, open it, amma E variantında hər biri qaydasızdır. 59-cu testə baxıram, burada da yenə qaydalı feilləri istəyir. Deməli, write, wrote, fall, fell, sleep, slept, sonra asked, catch, caught, A variantı 59-da düzgün cavabımızdır ki, hər biri qaydalıdır. 60-cı testə baxırıq, qaydasız feilləri istəyir. Use it, open it, bunların hər biri qaydalıdır. Ask it, qaydalıdır. Look it, qaydalıdır. Amma burada give, gave, write, wrote, know, knew qaydasız feillərdir. Davam edirik. Yenə qaydalı feillər istəyir. 61-ci testi yoxlamaq istəsəz. Qaydalı feillər. Baxırıq. Forget, forgot. Bu getdi, bu qaydasızdır. Bu qaydasızdır. Grow qaydasızdır. Speak, spoke qaydasızdır. Amma C variantında close it, open it, return it hamısı idi qəbul edir. Yenə qaydasızları istəyir. Finish it getdi. Call it, miss it getdi. Burada qaydasız olaraq C variantı olacaq 62-ci testdə. Çünki cut, cut, win, won, sent, sent hər biri qaydasızdır. Burada məsəl üçün agreed, prepared, named, watched, bunlar hər biri qaydalıdır. Yenə qaydalı feillər bizdən istəyir. Qaydalı feillər burada A variantında elə hər biri qaydalıdır. Sonra qaydasız feilləri indi istəyir. Plan qaydalıdır, smile qaydalıdır. Düzgün cavabımız C variantı olacaq. Ask qaydalıdır, talk qaydalıdır. 65-ə baxırıq. Yenə qaydalı olanlar istəyir. Come getdi. Sonra swim getdi, won getdi, fly getdi. B variantı 65-də düzgün cavabımızdır. Davam edirik. 66-cı testə baxırıq. Yenə gəldik. Allow to qəbul edir. C variantı. Expect to qəbul edəcək. Burada artıq uyğunlaşdırma eləməliyik. Deməli, birinci tərəfdə to qəbul edəcək. Ya C-dir, ya da B variantıdır. Push, ball and... Əgər birinci tərəfdə to vermişiksə, ətlə bağlanır. Yenə birbaşa feil gəlirsə, onda boşluq olacaq. Yəni to olmayacaq. Boşluqda to olmayacaq. C variantı olacaq. Əgər birinci tərəfdə to ilə olmasaydı, ing ilə olsaydı, onda ikinci tərəfdə ing olardı. Yəni bu qaydaya uyğun olaraq düzgün deyil. To-nu birinci tərəfdə qoyuruq, ikinci tərəfdə artıq istifadə etmirik, yalın formada istifadə edirik.
68-ci testə baxırıq. Made to-suz qəbul edəcək. A variantı düzgün cavabımızdır. Sonra told to qəbul edəcək. Baxırıq ya A-dır ya da C variantıdır. And yenə bayaq dediyim kimi burada wrote zamana görə uyğunlaşıb olmaz. A variantı 69-da düzgün cavabımızdır. 70-ci testə baxaq. Permit to qəbul edəcək. A variantı. Reminded me deməli remind özündən sonra dedik ki to qəbul edəcək. Çünki o 8 dənə feilin içərisində yoxdur. A variantı. 72-ci testə baxırıq. Made boşluq olacaq. C variantı düzgün cavabımızdır. Davam edirik. 73-ə baxırıq. B variantı tolda görə let heç bir şəkildə qəbul etməyəcək. E variantı. Wanted to qəbul edəcək. B variantı. Encourage to qəbul etməlidir. C variantı. Sonra 77-yə wanted to qəbul etməlidir. E variantı. Wanted burada to qəbul etməlidir. B variantı. Wanted to qəbul etməlidir. A variantı. Wanted to qəbul etməlidir. E variantı. Made heç bir şəkildə qəbul etmir. D variantı. Expect to qəbul edir. C variantı. Made heç bir şəkildə qəbul etməyəcək. Leave hardadır? D variantı. C yox uşaqlar. D variantı. 84-ə baxırıq. Told to qəbul etməlidir. A variantı. Let heç bir şəkildə qəbul etmir. B variantı. Remind to qəbul etməlidir. B variantı. Sonra 87-ci testə baxırıq. Let heç bir şəkildə qəbul etmir. A variantı. Made şəkildə qəbul etməyəcək. C variantı. Ask şəkildə qəbul edəcək. O da to qəbul edəcək. D variantı. Ask yenə to qəbul edəcək. D variantı. Let heç bir şəkildə qəbul etməyəcək. B variantı. Burada uşaqlar adətən çaşır. Soldier görür. E variantı götürür. Amma dediyimiz kimi zamana görə qətiyyən uzlaşmır kompleks objektin tərkibi. Allow to qəbul edəcək. D variantı. Encourage to qəbul edəcək. D variantı. Ask to qəbul edəcək. B variantı. Davam edirik. 95-ci. Ask to qəbul edəcək. A variantı. Sonra uşaqlar order to qəbul edəcək. E variantı. Expect to qəbul edəcək. A variantı. Ask to qəbul edəcək. A variantı. Ask to qəbul edəcək. C variantı. Encourage to qəbul edəcək. D variantı. Told to qəbul edəcək. E variantı. Made to'suz olmalıdır. Heç bir şəkilçi falan olmamalıdır. Zamana da uyğunlaşmamalıdır. Uzlaşmamalıdır. Ona görə C variantı. Ask to qəbul edəcək. A variantı. Ask to qəbul edəcək. C variantı. Wanted to qəbul etməlidir. C variantı. Davam edirik. Let heç bir şəkildə qəbul etmir. E variantı. Expect to qəbul edir. B variantı. Ask to qəbul edir. B variantı. Encourage to qəbul edir. A variantı. Told to qəbul edəcək. C variantı. Burada to'dan sonra sonunda ing var. Ona görə uyğun deyil. Davam edirik. Ask to qəbul edəcək. E variantı. Made da to qəbul etməlidir. C variantı. Made burada məcbur etmək mənasındadır. Ona görə to qəbul etməyəcək. Sorry. A variantı. 112-də A variantı. 113 baxırıq. Told to qəbul edəcək. E variantı. Encourage to qəbul edəcək. B variantı. Told to qəbul etməlidir. A variantı. Burada ing-si var. Ona görə uyğun gəlmir. Ask to qəbul edəcək. Ask to qəbul edəcək. C variantı. 117 ask yenə to qəbul edəcək. D variantı. 118 encourage to qəbul edəcək. E variantı. Told to qəbul edəcək. B variantı. Expect to ilə olur. Burada to'nu veribdir. Let də indi uyğunlaşdırmalıyıq. Gəlin buna baxaq uşaqlar. Birinci birlik feildən sonra he olmaz. Him olar. Bu iki variantı çıxaq. Let də özü to qəbul etməyəcək. Yəni yoxdur heç. Amma zamana görə də uzlaşmır. Text'i də silirik. To da keçmiş zamanda da silirik. A variantı burada düzgün cavabımızdır. 21-ə baxırıq. 121-ci testə baxırıq. Burada to qəbul eləyibdir. To'nu biz nə zaman qəbul eləyərdik? Wanted to olardı. Asked to olardı. Onda biz bilirik ki to istifadə edə bilərdik. Amma qətiyyən məsələn biz istifadə eləyə bilmərik. Let və ya make ilə ki biz to istifadə eləyə bilmərik. Bir də wouldlu ifadələr olanda, would mind olanda ing olur. Would mind. Would mind olanda ing olur. Amma məsələn would prefer, wouldlu ifadələr olanda would like, bunlarda artıq to qəbul eləməlidir. 3, 4, 5 B variantı düzgün cavabımızdır. Davam edirik.
Yenə bizdə burada to veribdir. Biz elə bir şey seçməliyik. To götürsün. Qətiyyən made gözümə batır. Late gözümə batır. 2, 3, 4. E variantı düzgün cavabımızdır. Davam edirik. Burada da elə bir şey verməliyəm ki, to olsun. Bax, expect-i götürürəm, alone-u götürürəm, want götürürəm. 2, 4, 5. A variantı. 124-cü testi. Who baxıram ki, happen heç bir şəkildə qəbul etməyib. Let və make 1, 3, B variantı. I, to qəbul eləməlidir. 2, bir də 1, 1, 2. E variantı. 126-cı testə baxıram. Uşaqlara baxıram. Expect-ə görə to-nu qoyub yerində. İndi make-ə görə to-suz qoymalıyım. Amma dedik ki, bunlardan sonra he olmaz, she olmaz, I olmaz, they olmaz. İndi baxdım, make-ə görə to-suz götürəcəm. Təbii ki, C variantı. Baxın, want-a görə to-sunu qoyubdur. İndi make-ə görə götürməliyim. Make-dən sonra we olmaz. Gəlin bunları silək. As olmalıydı. To da qəbul etməz. Make zamana da düşməz. D variantı düzgün cavabımızdır. 128-ci testə baxırıq. Uyğunlaşdırma eləməliyik. Ask to qəbul edərdi. Ona görə getdik. 3-ü götürürəm. 3-ü götürürəm. Çünki made to-suz istifadə olunur. 5-i də götürürəm. Order to-dan istifadə olunur. Told da to-dan olur. 2, 3, 5 düzgün cavabımız da A variantı. Amma burada məsəl üçün expect to wait olsaydı düzgün olardı. İndi baxıram. Never let'dən sonra to qoyubdur. Olmaz. Getdi. Make Sally choose 2-ni götürürəm. Student asked selection to, ask'dan sonra to götürüb 3-ü götürürəm. Let'dən sonra to veribdir. Buna baxın, let'dən sonra to olmaz, götürmürəm. 2, 3. E variantı düzgün cavabımızdır. Yenə burada mənə to veribdir. Elə bir şey götürməliyəm, to'lu olsun. Baxın, 1-i götürürəm. Let'i götürmürəm, made'i götürmürəm. Told'u götürürəm. Bir də didn't want-'u götürə bilərəm. 1, 4, 5, B variantı. 131-ci testi. Uşaqlar baxırıq. To veribdir. To veribdirsə, baxın, let'i götürmərəm, made'i götürmərəm. Amma 2, 3, 4 hər birini götürə bilərəm. Çünki to ilə istifadə olunur. Davam edirəm. Asked to-nu veribdir. Baxın, burada asked-ə görə to-sunu veribdir. To let. İndi let-ə görə to-suz qoymalıyım. Amma bayaq dedik ki, obyekt halında olmalıdır. She olmamalıdır. Bunlar subyekt halındadır. Bunlar olmamalıdır. Və let də to-suz olduğuna görə düzgün cavabımız E variantıdır. Asked-ə görə to-sunu qoyubdur. İndi let-ə görə götürməliyik. Bayaq dediyimiz kimi he-di, she-di, I-di, we-di. Bunlar istifadə oluna bilməz. Ona görə let də to-suz olduğuna görə bunu da silirəm. Deməli, uşaqlar D variantı düzgün cavabımızdır. D, told bayaq dedik ki, C olmaz. Bunu birinci silək getsin. To ilə götürəcəm. 1-i götürürəm. Sonra not to use. Bir də 3-ü götürürəm. 1, 3. C variantı düzgün cavabımızdır. Yaxınlaşdıraq biraz. Ask to qəbul edir. Amma Z-lə olmaz. Ona görə A variantı düzgün cavabımızdır. Yenə ask to qəbul edir. Amma bayaq dediyimiz kimi I-di, we-di. Bunlar olmaz. Ask to ilə olduğuna görə A variantı düzgün cavabımızdır. Ask yenə she olmaz. Birinci bunlar gözümə dəyir. Bunu götürək. Ask da to ilə olmalıdır. To da bir dənə A variantındadır. 138-ə baxıram. Wanted to verməliyəm. Gəlin bunların hər birini silim. İndi let-ə uyğun olaraq götürməliyəm. Burada keçmiş zamana gəlir. Baxın uşaqlar, sizi burada çaşdırmasın. Burada wanted-ı görüb bu uzlaşma deyil. Wanted-ı görüb deməyin ki, bu keçmiş zaman olmalıdır, took olmalıdır. Xeyr, bu kompleks obyekdir. Burada olacaq B variantı. 39-a baxıram. 139-a daha doğrusu. To var. To varsa eləsini götürməliyəm. 1-i götürürəm. 2-ni götürürəm. Bir də 4-ü götürürəm. 1, 2, 4. D variantı düzgün cavabımızdır. Wanted to qəbul edir. B variantı. İndi let to qəbul etmir. Baxın, burada let var. Burada to verib. Olmaz. Burada da let to qəbul etmir. Bu da olmaz. Düzgün cümləni istəyir bizdən. Make burada to qəbul edib. Baxın, məcbur etmək mənasında to olmur. Amma nəysə düzəltmək mənasında to olardı. Wanted to qəbul edərdi. Burada to help olardı. Baxın, olmaz. Expect to qəbul edir. E variantı düzgün cavabımızda. Let me go. D variantı. Wanted to olmalıdır. Wanted to olmalıdır. Let him. Let'dən sonra da feil heç bir şəkildə qəbul etmir. Ona görə C variantı düzgün cavabımızdır.
144-də baxırıq, expect to qəbul etməlidir. Bunların hər birini silirəm. Sonra indi baxıram ki, come qoysam, come da to qəbul edər də. Hə, amma belə bir şey var da. Burada and-lə bağlanıbdır. Birinə to qoyanda and-dən sonra ing qoya bilmərəm. Bu da yanlışdır. Bayaq dediyimiz kimi to-nu birinci tərəfdə qoyuruq, ikinci tərəfdə düşməlidir. Baxın, he gəlməz. Feildən sonra he gəlməz. Bunu 100 dəfə demişik. Gətirib qoyurlar bizi çaşdırmaq üçün. Olmaz. Told da to qəbul etməlidir. E variantı. Policeman ordered, we gəlməz, bunları silirik. Order to ilə olmalıdır. B variantı. My parents go. Deməli, go gördüyümüz kimi heç bir şəkildə qəbul etməyib. Allodu, askdı, tolddu, expect. Buna hər birini silik. D variantı düzgün cavabımızdır. Expect to ilə olmalıdır. C variantı. Advise to ilə olmalıdır. B variantı. Sonra ask her brother. Ask to ilə olmalıdır. To, right və and-lə veribdir. And-lə veribdirsə, deməli ikinci tərəfdə eyni olmalıdır. C variantı. Advice to ilə olmalıdır. Gəlin birinci bunları silək. Aha, elə and-lə də bağlanıb ikinci tərəfdə boşluq kimi tuzsuz olur. Expect to ilə olmalıdır. İkinci tərəfi də ing ola bilməz. B variantı. Ing o zaman ola bilərdi ki, baxın, burada and olmasaydı başqa neysə bir addam adı olardı, bir ismi olardı, başqa söz olardı. Amma and olmamalıdır. And varsa, birinci tərəfdə to qoyuramsa, ikinci tərəfdə to qoymuram. Feili yalın formada qoyuram. Amma and varsa, birinci tərəfdə ing qoymuşamsa, ikinci tərəfdə məcburam neyiniyəm? Ing qoyam. Amma yox, and varsa, birinci tərəfdə heç nə qoymamışam, nə to, nə də ing qoymamışamsa, ikinci tərəfdə də nə to, nə də ing qoya bilməməliyəm. Qoymamalıyım daha doğrusu. Made var, boşluq olacaq. Bunları silirəm. Deməli, yenə and-lə bağlanıbdır. Təzədən ikinci dəfə to olası deyil ki. Baxın, yenə deyirəm. Bax, burada, məsəl üçün, clean oldu. Təsəvvürünüzə gətirin, burada clean var. Və and yoxdur. And yoxdursa clean-dən sonra to-du qoyaram. Amma and varsa işin rəngi artıq dəyişir. Dediyimiz kimidir, uzlaşma eləməliyik. D variantı dediyimiz formada uzlaşdırmalıyıq. Allo özündən sonra to qəbul edir. Gəlin buna baxaq sonra. Amma burada baxıram ki, zamana uyğunlaşdırdı ki, olmayacaq. To bir də yalın forma bir şey lazımdır mənə. To bir də sing. C variantı düzgün cavabımızdır. Let özündən sonra heç bir şəkildə qəbul etməyəcək. Teklərə gedirəm. Baxın, and-lə də bağlandığına görə yalın forma. Birinci tek yalındırsa, go da yalın formada olur. Made the team burada keçmiş zamandadır. Mənə rewrite. D ya da E variantıdır. Burada and-lə də bağlandığına görə E variantı olacaq düzgün cavabımız. Sonra allow to qəbul edir. B variantı. Sonra encourage to qəbul edir. D variantı. Made to qəbul edir. B variantı. Allow to qəbul edir. E variantı. Yenə allow to qəbul edir. B variantı. Made heç bir şəkildə qəbul etmir. B variantı. Expect to qəbul edir. C variantı. Encourage to qəbul edir. D variantı. Let heç bir şəkildə qəbul etmir. E variantı. Made heç bir şəkildə qəbul etmir. E variantı. Let heç bir şəkildə qəbul etmir. B variantı. Encourage to qəbul edir. Asked to qəbul edir. Advise to qəbul edir. Let heç bir şəkildə qəbul etmir. C variantı. Expect to qəbul edir. Was eager to qəbul edəcək. B variantı düzgün cavabımızdır. Davam edirik. 174-dən allow to qəbul edir. C variantı. Bunlar çox rahat gedir. Ask to qəbul edir. A variantı. Remind to qəbul edir. D variantı. Asked to qəbul edir. C variantı. Made heç bir şəkildə qəbul etmir. E variantı. Told to qəbul edir. C variantı. Expect to qəbul edir. D variantı. The teacher made the students heç bir şəkildə qəbul etməyəcək. D variantı. Expect to qəbul edir. B variantı. Asked to qəbul edir. A variantı. Let heç bir şəkildə qəbul etməyəcək. B variantı. 85 made heç bir şəkildə qəbul etməyəcək. A variantı. Advise didn't. Advise qoyuramsa burada to qoyardım. Getdi. Aha, amma baxın burada C variantı 86-da düzgün variantdır. Gəlin baxaq, want to qəbul edərdi, want to qəbul edərdi. Burada came edib olmaz, sing to qəbul edərdi olmaz. C variantı 86-da, 186-da daha doğrusu. Aha, burada uzunmuş kimi görünür, amma əslində çox rahatdır. Expect to qəbul edir, avtomatik. Digər variantlar getdi, ya adı ya da B variantıdır. İndi bura baxıram, ask-da özü to qəbul etdiyini görə Bakı variantı düzgün cavabımızdır. 88-də expect to qəbul edir, B variantı. All the teacher, indi uyğunlaşdırmaq lazımdır, elə A variantı düzgün cavabımızdır ki, want qoyub, isim qoyub,
və digər tərəfdə də to ilə veribdir. All parents want to make A variantı 190-da düzgün cavabımızdır. 91-də Jack asked to olardı. Expected to olardı. Made, wait E variantı düzgün cavabımızdır. 192 Mary expected to leave olardı. Wanted to leave olardı. Asked to leave. Bəli, C variantı 192-də düzgün cavabımızdır. And let tuzsuz olardı. Made tuzsuz olardı. Allowed to ilə olardı. Wanted to ilə olubdu. D variantı düzgün cavabımızdır. 94-ə baxırıq. Asked to qəbul edərdi. Expect to qəbul edərdi. Made əksinə tuzsuz olardı. Let tuzsuz olardı. D variantı düzgün cavabımızdır. 195-ci testə baxıram. Let use. Heç bir şəkildə qəbul etməyib. Birincini götürürəm. Wanted to olardı. Bunu götürmürəm. Everybody told us to. 3'ü götürürəm. 1, 3. E variantı. Advice to ilə olardı. Not to park olardı. Olmaz. E variantı. 96 his cousin. Deyirsiniz ki, məsəl üçün parkdır da, isim deyil. Xeyr, park həm isimli uşaqlar, həm də park etməkdir. Bir də məsəl üçün water. Həm sudur, həm də sulamaqdır. Milk. Həm süddür, həm də süd sağmaqdır. Yəni feil mənası da var bunların. 96-cı testə baxıram. Michelle to qəbul etməməlidir. Let to qəbul etməməlidir. Arrive əksinə to qəbul etməlidir. Want da to qəbul etməlidir. D variantı 96-da 196-da düzgün cavabımızdır. Sandra expected to olardı. Let to olmazdı. Asked to leave olardı. Wanted to B variantı düzgün cavabımızdır. 198-ci testə baxırıq. Decided to qəbul edir. Avtomatik, gəlin belə eləyək. Bunları silək. İndi baxıram, uyğunlaşdırma eləməliyəm. Let də əksinə to qəbul etmir. Heç bir şəkildə olmur. Deməli, D variantı düzgün cavabımızdır. Want to qəbul edir. Bunu sildim. Deməli, you, let to qəbul etmir. Bunu getdim. Teach olsaydı to dance olardı. Baxın, C variantı. Allow da to qəbul etməli idi. Ona görə C variantı. 200-cü testə baxıram. 200. Expect to qəbul etməli idi, bu yanlışdır. Allow to qəbul etməli idi, bu yanlışdır. 3 düzgün cavabımızdır. Və bir də 4 düzgün cavabımızdır. A variantı. Expect to qəbul etməli idi, qəbul edibdir. Asked to decorate olardı. Wanted to join olardı. Bir də 4 düzgün cavabımızdır. E variantı. 202-ci testə baxıram. You mustn't, baxın bura kimi eynidir demək olar ki. Mustn't make. İndi uyğunlaşdıra aparmalıyam. Make'dən sonra ing olmaz. Bu getdi. Make'dən sonra to olmaz. Bu da getdi. Baxın C variantı düzgün cavabımızda 202-də. Baxın burada da id qəbul edib olmaz. Burada da uşaqlar s qəbul edib. Zamanı qətiyyən düşmür. Bura kimi eynidir. Make, made bunlar eynidir. Tom'u da qoyub qəşək. Made to qəbul etmir. İdi qəbul etmir. S qəbul etmir. ing qəbul etmir. C variantı. 204-də baxıram. When I was a child, mən uşaq olanda let me. Baxın burada didn't görüb B variantına qaçmayın. Didn't let gördüysə, bu 8 dənə feilləri gördüysə, bu complex objectdir. Play, let me play. E variantı. Sonra baxıram. Want varsa to olmalıdır. Bunların hər birini sildim. Eləmək. What I see and feel. Baxın, bunlar heç vaxt dediyimiz kimi zamana görə uzlaşmır. A variantı. 206-cı testə baxıram. Baxın, bu bir birləşmədir. Fair to istifadə etməliydik. Ona görə to olmayanları sildik. İndi baxıram. To ask her, ona soruşdu. Ask özündən sonra to tələb eləyir. Gördük. Və endlə bağlandı. To'nu birinci tərəfdə qoydu. İkinci tərəfdə boşluq olacaq. E variantı. Boy asked burada bir düzgündür. Görürsünüz, asked'a görə to qoyubdu. To repair. Bir düzgündür. Made burada to olmamalıydı. Make, made. Keçmiş formasında. Let to'suz olmalıydı. Burada to veribdi. Allow to ilə olmalıydı. 1, 4 E variantı. Asked to qoyub amma boring qoyubdu. ing qoyubdu. Bu niyə ing qoyub? Uyğun deyil. Yanlışdı. Told to olmamalıdır. Yanlışdı. Let go 3 düzgündür. Expect to olmalıydı. Yanlışdı. Bir dənə üçüncü görək arxada var mı yenə? Yox.
Bring'dir. Boring oxudum, sorry. Bunu mən boring oxudum. Bu bring'dir. Bring olanda ask to ilə olmalıdır. 1, 3 düzgün cavabımızdır. 209-cu testə baxırıq. Ask to götürməlidir. 1-i götürürəm. Sonra expect to ilə olmalıdır. Bunu götürmürəm. Made to ilə olmamalıdır. Let də to-suz olmalıdır. 4, 1, 4. 210-cu testə baxıram. Expect to ilə olmalıdır. 1, sonra made to-suz olmalıdır. Bu getdi. Allow to ilə olmalıdır. 3, want to ilə olmalıydı. To fly olmalıydı. Getdi. 211-ci testə baxıram. Let to-suz olmalıdır. 1-i götürürəm. Made to-suz olmalıdır. Olmaz. Ask to ilə olmalıdır. 3, told to-suz to ilə olmalıdır. Əksinə burada to-suz verilibdir. 4-ü götürmürəm. 212-ci testə baxıram. Let to-suz olmalıdır. Bunu getdi. Let to-suz olmalıdır. 2 götürürəm. Asked to, bəli, 3-ü götürürəm. Expect to ilə olmalıdır. Tring olmalıydı. Bunu götürmürəm. 213. Wanted to do olmalıydı. Manager made arrive olmalıydı. To olmalı değildi. Help to ilə olmalıdır. 3. Bir də permit to ilə olmalıdır. 4. Please allow to istifadə etməliyik. Let də to-suz olmalıdır. 1, 2. Nə var? Let arrive. 1. Düzgün cavabımızdır. Let to qəbul etmir. Allow to qəbul etməlidir. Arrive olmaz. 1, 2. Nə var? Let become. 1-i götürürəm. 1-i götürürəm deyib üstündən xət çəkirəm. 1-i götürürəm. Let to qəbul etməməlidir. Allow əksinə to olmalıdır. 1, 4. 217-ci testə baxıram. Finish. Deməli, let olacaq. Bir də make. 2, 5. Çünki digərləri to qəbul edir. Deməli, bizə verib to go. To ilə veribdir. Wanted, expected, bir də allow. 2, 3, 5. 219-a baxıram. Climb. Heç bir şəkilçi yoxdur. To yoxdur, ing yoxdur. 2, 3. 220. To qəbul edibdir. 1-i götürürəm, 2-ni götürürəm və 4-ü götürürəm. 121. To qəbul edibdir. 1-i götürürəm, 3-ü götürürəm, 4-ü götürürəm. 122. Build. To-suzdur. 2-ni götürürəm, 3-ü götürürəm. 123. To ilə istifadə olunub. 1-i götürürəm, 4-ü götürürəm, 5-i götürürəm. Və 124 to ilə veribdirsə, 3-ü götürürəm və 5-i götürürəm.